də güllərimiz. Aha, bunu gətirdim. Baxım görüm. Hə, bunu gətirmişəm. Baxım nə çatmır. Bəzi şeylər çatmır. İndi uşaqlar gələcək. Vay. Salam əziz uşaqlar. Sizi görmədim. Çoxdan gəlmisiniz. Necəsiz? Hər vaxtınız xeyir olsun. Bu bayram ərəfəsində xoş gördük sizləri. Necə sevinirəm sizi görməyimə. Belə sevincim 2 qat olur. Deyirəm, necə keçir bayramınız? Yaxşı keçir. Evinizdə də belə süfrələr düzəltmisiniz. Belə qəşəng keçirtirsiniz bayramları. Nənə babamızın yanındasınız. Analarınıza, nənələrinizə kömək elədiniz şirmi bişirəndə. Nə gözəl. Əla. Baxın, qızlar, məxsusən sizə deyirəm. Bax, fürsətdir. Nənələrinizin yanında oturun. Qəşəng bunları, şirniləri öyrənin. Daha bacarıqlı olun, daha qəşəng şirnilər ki, nənələriniz qədimdə bişirərdi. Bəlkə indi yaddan çıxıb, hə? Onları da öyrənin. Qəşəng reseptini tutun. Belə evdə birlikdə nənənizlə, babanızla oturun birlikdə bunları danışın, soruşun adətləri. Adətlərdən xəbəriniz var yəqin ki, hə? Yox, gedin mütləq soruşun. Mən həmişə nənəm babamdan soruşardım. Maraqlı gələrdi ki, onlar nə iş görərdilər, necə keçirdərdilər bayramı, görəsən hansı adətləri var idi, görəsən hansı işləri görərdilər. Onlarla maraqlanın. Bunlar bizim qədim adət-ənənələrimizdir. Gərək unutmayaq. Bunlar həmişə bizimlə yaşayacaq uşaqlar. Ona görə biz öyrənməsək kim öyrənəcək? Əlbəttə ki, sizlər. Ona görə həmişə bunları soruşun, öyrənin və özünüz də bunları həyata keçirdin. Məxsusən bu adət-ənənələr. İndi birazdan danışacağam hamısını. Məsələn, bax, mən özümlə Nərgiz gülü gətirdim. Bilirsiniz də, Nərgiz gülü həm də bahar gülü kimi çalınır. Biz Nərgiz gülünün baharın gəlişi kimi bilirik. Elə deyil uşaqlar, siz də sevirsiniz. Mən o qədər sevirəm. Nərgiz gülüsüz bayram süfrəsini təsəvvür eləyə bilmirəm uşaqlar. Siz də, bəli. Məsumə deyir ki, biz həyətimizdə də əkirik. Ay, nə gözəl, bəli, yazda açır, ətri bürüyür. Bilirik ki, yaz gəldi, təbiət oyanır. Əslində, bu insanın yaradılışının bir bayramı deyə, insan necə özü də belə hiss eləyir. Məsələn, qəşəng külək əsir. Gəldim, Çiçək bacı, gəldim. Çiçək bacı, gəldim. Gəldin axı ki. Gəldim. Salam cırtdan, necəsən? Yaxşıyam, sən necəsən? Ay, Çiçək bacı. Bayaqdan deyirəm, hardadır bu cırtdan? Bayramın mübarək. Sağ ol, yumurtanı gətirmişsən. Gətirmişəm. Sən nə gözəl boyamısan uşaqlar. Buna baxın, nə qəşəng boyuyub. Onu kim boyuyub? Qəhrəman cırtdan. Qəşəng eləmişsən cırtdan. Deyirəm, sən bilirsən də, boyama adətimizdəndir. Biz yumurtaları qəşəng boyuruq. Deyirəm, cırtdan, biraz gec gəldin. Gedək tapmacaya, tapmacadan sonra bu barədə danışarıq. Gedək, uşaqlarla gedək. Gedək uşaqlar. Gedək bir tapmacaya. Hey! Uşaqlar, bu gün sizə çox gülməli bir tapmaca hazırlamışam. Ümid edirəm ki, cavabı da rahat olacaq sizin üçün. Deyim. Saqqalı uzun sallanar, dağa daşa dırmanar. Cavab nədir görəsən, dostlar? Tez göndərin aşağıdakı nömrələrə və hədiyyələri qazanın. Hoppa, hoppa. Geldi Novruz
nəğməsi, aşığı şən nəğməsi. Elin ovam sevinər, birlikdə nəğmə deyər. Sonra keçərlər evə, adət üzrə bax belə. Evdə açılmış süfrələr, orada nələr var nələr. Qırmızıdır yumurta, fındık qoz da var orada. Balıq başı başdadır, süfrədə o başdadır. Yeməkləri xoş ətli, süfrələr bərəkətli. Birdən qapı açılar, evə papaq atılar. Atılan papaqlara toz fındıqlar yığılar. Birdən qapı açılar, evə papaq atılar. Atılan papaqlara toz fındıqlar yığılar. Gələr zümrənin səsi, aşığı şən nəğməsi. Elin ovam sevinər, birlikdə nəğmə deyər. Sonra keçərlər evə, adət üzrə bax belə. Deyirəm ay çiçək bacı. Bəli. Nə qəşəng süfrə düzəltmisən. Uşaqlar gəlib. Uşaqlar, hə, nə vaxta gəlir? Salam uşaqlar, necəsiz? Bayramınız mübarək. Hə, uşaqlar, bilirsiniz, əslində bu bayramı mən çox sevirəm. Bax, səməni, nərgiz gülü, müxtəlif şirniyyatlar. Özdə mən ən çox şəkərburanı xoşlayıram. Nənəm ən çox şəkərbura bişirir ki, mənim qəhrəman cırtdanım neynəsin? Qəşəng şəkərbura yesin. Əla, bəli, mən də şəkərburanı çox sevirəm. Çiçək Özdə- bacı, Bəli. demişdin ha yumurta gətir. Bəli. Gətirdim də gördün, necə idi? Əhsən, çox gözəldir, boyanmısan, mənim xoşum gəldi. Əhsən sənə Hə? cırtdan. Deyirəm, bayramların Aha, adətlərindən təşəkkür. xəbərin Çox var sağ ol. sənin. Nə? Bayramın adətlərindən, yəni bu bayramımızın adətləri var da. Xəbərin var. Belə çox yoxdur məlumatım, amma bayramı çox sevirəm də Çiçək bacı. Aha, bəli. Bax mən sənə bir neçə dənəsini deyim. Aha. Sən get, bax bayaqları uşaqlarla bunu danışırdım. Gedin böyüklərdən öyrənin. Cırtdan sən də get nənəndən bu adətlər barəsində danışın. Onların dövründə çox maraqlı keçib. Bax məsələn bir dənə oyun var, daha doğrusu bir adət var. Həm oyun Hansı? kimidir, həm adətdir. Papaq atdı. Xəbərin var idi Papaq? bundan? Aa, Bəli, papaq papaq atdı. atdı. Bilirsən necə olur? Hə, denən başa sal, bir dənə başa Yaxşı. sal. Bax, hər kəs məsələn məhəlləyə hansı ki qonşuları da məhəlləsidir, öz papağını götürür, hansı bir qonşusuna atır, dostunun evinə atır, qapısına. Hə, onlar da qaçır qapını, papağı götürür, onun içinə bayram payı qoyur. Hə. Sonra bayramın payını qoyandan sonra sən də götürüb aparırsan və yaxud da sənin qapıya da o cür. Yəni papaq atılır, bu papaq atdı adətidir. Bilirdin bunu? Çiçək bacı, mənim də papağım var da. İndi gedərəm qəşəng ataram. Qəşəng Novruz bayram paylarından yığaram, hə? Bəli. Bax bu bir növ elə bir ki, həm uşaqlar əylənir, oyunudur da bir növ. Hə. Həm də ki, bir-birlərini həm qapısını döyürsən də, o
özü də Bayramlaşırsan da. həm Bəli, də. bəli. Bayramlaşmış kimi olursan ki, bayramınız mübarək. Bəli. Mənim papağımın içinə pay qoyun, şəkər buradan çox qoyun. Bəli, bəli, düz deyirsən. Mən də heç Cırtdan. nə yeyim, gedim, kef eləyim. Cırtdan, bizim Hə. adətlərimiz çox gözəldir, bilirsən də. Hə. Danış qutarmaz. Deyirəm, indi zəng gəlir. Hə, Gedək hə. zəngə, zəngin səsini Hə, eşidirsən. hə. Dostumuz müsabiqədə oynasın, sonra danışarıq bu barədə. Getdik uşaqlar. Getdik müsabiqəyə. Lay 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 lay. Salam dostum. Necəsən? Yaxşıyam. Adın nədir? Əsma. Mən də cırtdanam. Neçə yaşın var Əsma? 8 yaşım var. 8 yaşın var, hə? Oyunumuza xoş gəlmisən. İndi bu xanalardan birini seç, başlayaq oyunumuza. Rəqəmin adını denən, mən buradan açım. 2. 2. Açılsın. La 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 la. Hə, dostum. Oyunumuza bir daha xoş gəldin. Deməli, bu oyunumuz bizim bu cürdür ki, 3 dənə kasamız var və bir dənə yumurtamız var. Bu bir yumurta bir kasanın altında olacaq, fırlanacaq və sən o yumurtanı tapmalısan. Başa düşdün? Hazırsan? Bəli. Başlayaq onda. Aha, yumurtaya diqqətlə bax. Gör bu kasa hara fırlanacaq. Dayandı. Solda. Neçənci? 1, 2, 3-cü hansı? 1. Birinci. Ay ay ay. Eybi yoxdur. Gəl ikinci dəfə oynayaq. Hazırsan? Başlayır. Diqqətli ol dostum. Yumurta indi gizləndi və fırlanır. La 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 la. Aha. Cevap hansıdır? 2. 3. Aferin. Doğru cevabı tapdın. İndi gəl 3-cünü də oynayaq. Görək tapa biləcək yoxsa yox. Diqqətlə bax. La 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 la. La 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 la. Yum num 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 num. Nenemin yumurtası. Hansındadır? 3. 3. Aferin sənə. Doğru cevap verdin ve bizden 40 xal hediye kazandın. Getdik ikinci oyunumuza. Bizdən 40 xal hədiyyə qazandın. Səni təbrik edirəm. Gəl ikinci xananı da seç və başlayaq oyunumuzu oynayaq. Rəqəmin adını denən. Xananı buradan açım. 5. 5. Aha! Getdik oyunumuza.
Deməli, bu qoyunlar mənim qoyunlarımdır və bu qoyunların sayını mənə deməlisən. Və ən əsası, qıraqdan gələn canavarların xəbərdarlığını da eləməlisən ki, bizim Alabaş onu qovsun. Yaxşı? Diqqətli ol ha, diqqətli ol. Başlayırıq. Qoyunları sayırıq, canavarlara da diqqət edirik, gələndə xəbər edirik. 11, Diqqətli say. Canavarları da unutma. Canavarlar sonra gələr qoyunlarımızı yeyər ha. 11, Əsma. 11 qoyun var. Diqqətli say və canavarları mütləq bizə xəbərin bildir. Canavar gəldi. 9 tane koyun var. 9 canavar var. 9 tane koyun var. 9 dənə qoyun var. Baxaq görək. Afərin sənə. 9 dənə qoyunumuz var. Əhsən. Hə, dostum. Səni təbrik eləyirəm. 110 xal qazanmısan bizdən. Və bu da o deməkdir ki, sən 110 manat dəyərində hədiyyə qazandın. Təbrik eləyirəm səni. Sağ ol. Sağ ol. Ay çiçək bacı. Bəli. Deyirəm nə qəşəng süfrə düzəldirsən, yerləşdirirsən həvəslə. Deyirəm deyəsən sən də bu bayramı çox istəyirsən, hə? Elə deyirsən cırtdan, bu bayramı kim sevməz ki? Bu cür qəşəng adətləri var, belə təbiət oyanır. Adam belə Xoşhal qəribə olur abu da. hava keçirdir. Yəni onu dillə izah eləmək olmur. Bir hisslər keçirdir ki, insan oyanışdır da, belə ağaclar gül açır, ətri bürüyür. Yəni Hə. çox gözəldir. İnsan istər-istəməz ruhu şadlanır. Hə, çiçək bacı, Bəli. düz deyirsən. Bəs bizim başqa adətlərimizdən nə var ay çiçək bacı? Bəli, indi deyəcəm. Əvvəl istəyirəm uşaqlarla bu barədə danışım ki, uşaqlar siz də qədimi adətlərdən xəbəriniz varsa, onlardan dədə-babamızdan soruşmusunuz, onlardan bizə yazın. Başqa uşaqlarımız da məlumatlansın. Və bayrama aid şəkillərinizi bizə mütləq göndərin. Mütləq uşaqlar, bayram şəkillərinizi, sonra bayram süfrələrinizi, Bəli. bayramda nə oyunlar oynadığınızı, hamısını bizə çəkin, göndərin. Bəli. Denən də adət bizim denən. başqa adətlərimizdən biri də qəşəng adətdir. Bir-birlərinin evinə qonaq getməkdir. Məsələn, bayram təbrik eləmək üçün qonaq gedirlər, küsüllər barışır. Baxın Aha, uşaqlar, birdən nə küsülü gözəl. olsanız, bax aranızda bəlkə də var. Gedin fürsətdir, barışın. Qəşəng dostunuz da, ola bilər indi aranızda nəsə olsun, məsələn, Dalaşmış, bəlkə biri topunu, bəlkə biri verməyibdi, o birisi küsübdür. Bəlkə küsülük maşını, olur da. hərdən bəlkə maşını biri verməyib, bəlkə oyunda biri cığallıq eləyib, küsübdür, məsələn. Ola bilər, hə. Hər nə olubsa, bunları unudun, gedin bayram parayı ilə dostunuzla barışın. Bu bir fürsətdir. Ona Hə. görə mən bu bayramı çox sevirəm də, belə gözəl adətləri var. Ay Qəşəng- çiçək bacı. Bəli. Bəs bu yumurtaları niyə rəncləyib qoyuruq bura? Yumurtalar o da adətlərimizdəndir. Bax. Aha. Sən ki getdin onun üstünə məsələn şəkil çəkdin də. Qəşəng Qədimdə bilsən çəkmişəm. nə edirdilər, indi də eləyirlər. Mən, hamısını mən eləmişəm, mən. Bütün Ay, yumurtaları mən rəncləmişəm. Bəli. Çiçək bacı Cırtdanın sən əlişidir. eləməmisən ha, mən eləmişəm, mən. Bəli. Mən. Əhsən. Yumurtalar həqiqətən də bu gün cırtdanlıq idi. Qəşəng Hə. bəzədi, gətirdi. Hə, biz bilirsən necə boyuyurdular? Məsələn, müxtəlif bitkilərlə, müxtəlif
vasitələr var soğan idi ki. qabığından edir. Bəli, soğan qabığıdır, müxtəlif bitkilər ki var, rənglidir. Onunla bir yerdə yumurtanı qaynadarlar və rəngli olardı. Ay, Bunu çiçək mənə nənəm bacı. danışıb. Çiçək bacı. Bəli. Bilirsən də yumurta döyüşdürmə var. Bəli, Bəlkə ən biz sevdiyim də oyun. eləyək yumurta döyüşdürək. Hə, mənə qalib gələ bilmərsən ha, amma. Cırtdan, bu barədə də zəngdən sonra danışarıq. Zəngimiz var, dostumuz gözləyir. Yaxşı, Uşaqlar, gedək müsabiqəyə. Gedək müsabiqəyə uşaqlar. Biz də Getdik. çiçək bacı ilə yumurta döyüşdürək. Gəl bura, gəl bura. Mənə də ver. Dostum salam, necəsən? Möhkəm danış, səsini eşitmirəm. Dostum salam, Salam. necəsən? Yaxşıyam. Adın nədir? Nihat. Nihat, neçə yaşın var? 6. 6. Nihat, qəhrəman olmaq istəyirsən? Hı? Hə. Onda başlayaq oyunumuza. Buradakı xanalardan birini seç və oyunumuz gəlsin. Hı? 1, 2, 3, 4, 5, 6. Hansını seçirsən? 6. 6. Aha, getdik oyunumuza. Hə Nihat, oyunumuza xoş gəldin. Deməli oyunumuz bundan ibarətdir ki, sənə suallar veriləcək. Və bu sualların doğru cavab verəndə deyəcəksən bəli, yanlış olanda deyəcəksən ki, xeyr. Razılaşdıq? Bəli. Hazırsan? Bəli. Başladıq. Tez-tez cavab ver, yaxşı? İçəri şəhər Bakının qədim hissəsidir. Bəli. 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 Aşıqlar saz çalırlar. Bəli. Bəli. Qız qalası Bakıda yerləşir. Bəli. Bəli. Şirvanşahlar sarayı Bakıda yerləşir. Bəli. Bəli. Azərbaycanlılar Novruz bayramını sevirlər. Bəli. Bəli. Azərbaycanın rəsmi dili rus dilidir. Hayır. Xeyr. Aferin sənə. Dostum qazandın. Qəhrəman cırtdanın qəhrəman dostu. Getdik. Hə dostum, səni təbrik eləyirəm və ikinci oyun oynamaq istəyirsən, yenə qəhrəman olmaq istəyirsən, Bəli. onda xana seç. 5. 5 açıldı. Getdi oyunumuza. Hə dostum, qəhrəman dostum Nihat. Bu gördüyün kasalar var ha. O kasalarının birinin altında yumurta var. Və bu yumurtanı sən tapmalısan. Deməli kasalar qalxacaq, yumurta fırlanacaq onların altında və sonra sən onu tapmalısan. Razılaşdıq? Bəli. Çox diqqətli bax. Başlayırıq. Kasalar fırlansın. Diqqətli ol. Bax, yumurta burdadır. İndi fırlanacaq. Yo, indi bax, fırlanacaq indi. Hansındadır? Birincide. Neçə? Birincide. Birdə, baxaq görək. Ay, diqqətli olmadın, qəhrəman. Yenə olur, təkrar oynayırıq və çox diqqətli bax.
Diqqətli bax yumurta olan kasaya. Hansındadır? İkincide. İkinciyə baxaq görək. Ay, yenə də yanlış oldu. Üçüncünü də oynayırıq. Təkrar yenə oynayaq. Çox diqqətli bax. Fikrin kasada olsun. Aha. Hansındadır? İkincide. Neçə? İkincide. Üçüncüdə? İkincide. Neçə? İkinci. İkinciyə baxaq. Ay. Bu oyunda qalib olmadın, amma eybi yoxdur. Sənin 60 xalın var. Getdi. Hə dostum, sən bu oyunda 60 xal qazandın və sən bu oyunda iştirak etdiyin üçün sənə 20 xalda cırtdan hədiyyə verir. Təbrik edirəm. Bu da o deməkdir ki, 80 manat dəyərində hədiyyə qazandın dostum, qəhrəman dostum. O biri dostlarıma da denən gəlsin oyuna qoşulsun. Sağ ol. Hə, deyirəm ay Çiçək bacı. Bəli. Həqiqətən də gözəl adətlərimiz var. Deyirsən ki, Novruzun ən gözəl adətlərindən biri də küsüllərin barışmağıdır da. Düzdür, bəli. Deməli mən də belə eləyəcəm, Çiçək bacı, küsdüyüm adamlardan barışacağam. Bir də deyirsən ki, bu bayramda yazın gəlişini qarşılayırıq. Bəli. Sonra həm birlik, bərabərlik olur, Bəli, düzdür. mehribanlıq olur. Hə, küsürlər barışır. Deyirəm gərək səndən də küsərdim, bu bayram günü barışardım. Ay cırtdan, nə deyim valla. Yo, niyə küsürük ki? Elə belə qəşəng bir yerdə dost kimi qeyd eləyirik də bayramı. Elə deyil uşaqlar. Əslində küsmək yaxşı iş deyil. Ola bilər indi küsürsüz uşaqsınız, amma arada məsələn onun fasiləsini çox qoymayın. Da bir də küsüb gələn il barışmayın da. Yəni onu da demək lazımdır. Hə, Çiçək bacı bilirsən də bayramda başqa da nə olur? Bəli, bilirəm. Ay canım, nə olur? Kosa və keçəl olur. Yo, mən onu deməyəcəydim ki. Məktəblər tətil olur. Ay, səni tənbəl, mən nə deyim mən? O ağlıma gəlməmişdi. Məktəblər tətil olur da, qəşəng olur. Yaxşı. Evdə oluruq, bayram keçirdirik, oynayırıq, gedirik. Hə, məsələn, tənbəllər üçün daha maraqlı olur da, hə? Hə. Yaxşı. Mən çoxsa keçəl deyirdin, onlar nə edirlər bəs? Ay, Hə. Nə? Kosanla keçəl. Hə. Deməli, kosanla keçəl. Əvvəllər lap belə nənəm danışır ki, qəşəng olur. Məsələn, kosa bilirsən də, bir dənə uzun papağı olur. Aha. Belə keçə saqqalı olur. Aha. Keçəl də keçəl olur da, məlumdur. Hətta adından məlum olduğu Bəli. kimi keçəl. Aha. Onlar düşərdilər qapı-qapı insanları bayram ab-havasında əyləndirərdi. Necə yəni? Necə? Bax, məsələn, bir kosa keçər, məsələn, gəlirdi, məhəllədə gəzirdi. Şeir deyirdi, məxsusi şeirləri var, eşitməmiş olmazsan. Kosa gəlsənə, Bəli. gəlib salam versənə, çömçəni doldursana, kosanı yola salsana. Uyruğu, saqqalı it quyruğu, kosan bir oyun eylər, necə idi? Keçəlin toyun eylər. Hə? Bəli. Yoxsa keçini bax. qoyun eylər. Nəysə ondan.
bilmədim. Sən sənə cırtdan çox gözəl dedin. Bəli, bu cür belə şeirlərlə qapı-qapı gəzərdi. İnsanlarda bayram ab-havası yaradardı. Hə, nə maraqlıdır Çiçək Bəli. bacı. Mən bu Cırtdan bayramı deyirəm- çox sevirəm də. Çox. Oy, aha. Dayan da, nə olub sənə? Cırtdan gedək Sevincliyəm. müsabiqəyə. Hə, gedək. Uşaqlar, müsabiqənin vaxtıdır. Getdik müsabiqəyə. A uyruğu, saqqalı it quyruğu. Salam dostum, necəsən? Mən Cırtdanam. Sənin adın nədir bəs? Mehdi. Mehdi, qəhrəman dostum Mehdi. Görəsən bu oyunlarda necə oynayacaq? Oyunları xoşlayırsan? Bəli. Qəhrəman olmağı sevirsən? Bəli. Onda xanalardan birini seç. Yaşını demədin. Neçə yaşın var? 11. 11. Hə, Mehdi, indi sən burada yuxarıda gördüyün xanalardan birini seçməlisən və biz oyunumuza davam eləməliyik. Nömrəni mənə denən, mən buradan açım. 4. 4. Aha, açıldı xanamız. La 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 la. Hə dostum, oyunumuza xoş gəldin. Burada indi sənin üçün suallar veriləcək və sən də o suallara doğru cavab verəcəksən. Hə, görək. Aha, riyaziyyatdır. Çox gözəl. Hazırsan? Bəli. Başlayırıq. 6 üstə gəl 8 üstə gəl 7. 22. 22. Aa, 21 idi cavab. 4 üstə gəl 2 üstə gəl 2. 8. 8. 7 çıx 1 üstə gəl 5. 11. 11. 7 üstə gəl 9 çıx 2. 10. 15. 15. 14 imiş cevap. 4 üstə gəl 6 üstə gəl 4. 14. 14. 3 çıx 1 üstə gəl 2. 4. 3 çıx 1 üstə gəl 2. 4. 4. Aferin sənə dostum. Vaxtımız tamam oldu və sən bizdən 40 xal hədiyyə qazandın. Təbrik edirəm dostum səni. Keçək o biri oyunumuzu oynamağa. Dostum bizdən 40 xal hədiyyə qazandın. İkinci oyun oynamaq istəyirsən? İkinci də bir Bəli. qəhrəman olmaq istəyirsən? Bəli. Onda xana seç. Tez. La 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 la. 2. Getdi. Hə dostum. Bu gördüyün oyunumuzda hasarın içində olan qoyunların sayını mənə deyəcəksən və qıraqdan gələn canavarların xəbərini də bildirəcəksən. Başa düşdün? Dostum, başa düşdün? Hə, oyuna başlayırıq. Başladıq. La 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 la. Həm canavarlara diqqət, həm qoyunların sayına. Canavar gəlir. 12. Canavarlara bax. Gələrsə xəbər elə. Baxaq görək cavabı. Aferin sənə. Birinci cavabın doğru idi 12.
qazandın. Səni təbrik edirəm. Bu oyunda qəşəng oynadın. Dostum, bu oyunda Sağ ol. iştirak etdiyin üçün sənə cırtdan 10 xal hədiyyə verir. Yəni ümumilikdə 110 xalın olur. Bu da o deməkdir ki, sən cırtdanın macəraları verilişindən 110 manat dəyərində hədiyyə qazandın dostum. Təbrik edirəm. Sağ ol. Sən də sağ ol. Dostlarıma denən ki, gəlsin cırtdanla qəhrəman olsunlar. Sağ ol. Bravo. Uşaqlar, bilirsiniz də, bizim bir dənə də adətimiz var. Yəqin ki, görmüsünüz, bayramdan əvvəl analarımız, nənələrimiz nə edir? Evi təmizləyir. Köhnə əşyaları dəyişirlər, ya onları qəşəng səliqəli edirlər, rəngləyirlər. Yəni evi bir daha təmizləyib düzəldirlər. Bilirsiniz də uşaqlar, hə? Bəli. İştirak edirsiniz, bəli. Əla. O, papaq atdılar. Görək papağıma nə qoyacaqlar? Bilirsiniz də, yəqin ki, bu papağın sahibini tanıyırsınız. Kimdir bu? Düz dediniz, bəli, cırtdan. Amma istəyirəm onunla bir zarafat edeyim. Boş qoytarmır da, olsun da. Burada mənim pişiyim yatır. Gözləyirəm. Görək nə qoyacaq içinə? Coburu, coburu. Pişik qoymuşam, qorxacam. Ay papaq yiyəsi, papaq yiyəsi. Ay, qorxdum. Ay, bu neydi? Ay, papaq belə... Ay, çiçək bacı. Dayan, sən dayan. Mən yenə papaq atım, dayan, yenə atıram papağı. Görürsünüz uşaqlar. Ürəyim düşmüş deyə. Neyim, həmişə cırtdan eləməyəcək ki, bir dəfə də mən zarafat edeyim də. Yenə atıram, yenə. Oy, elə papaq atırlar, buna bax sən. Papağın içinə qəşəng şeylər qoy. Yaxşı, bu dəfə boş qoymayaq da, yəni zarafat yaxşıdır. Gəl burada biraz mən ona qəşəng Adam da bunlardan qoyum. bayram günü adamın ürəyini üzər, hə? Bəli. Pişik nə idi qoydun, hə? Papağın içinə pişik qoyurlar. Pişik yatmalıdır mənim papağımın içində. Sən bilmirsən ki, mən pişiklərdən qorxuram. Yəni dost ola bilmirəm. Hə? Yox, bilmirdim. Hə, yaxşı Ay qoydum. papaq yiyəsi. Hə, gəldim. Ay can, ay can. Novruz, bahar, ay bahara. Güllər, nübarı, ay nübarı. Bağçamızda gül olsun, bülbül olsun. Sən cırtdan, nə qəşəng deyirsən, Xoşun gəldi bu dəfə? Bu dəfə xoşum gəldi, qəşəng elədin. Çox sağ ol. Amma əvvəli xoşuma Şeydən gəlmədi. necə, xoşun gəldi? Çiçək bacı, o hardan ağlıma gəldi pişik qoymaq. Zarafatdır da, bəzən eləyirik dostlar. Belə düzdür, çox qorxuzmaq olmaz. Bilirəm ki, çox qorxmur da, onu görə elədim. İndi mən pişik hər dəfə gəlib mən papağımın içində yatsa nə olacaq? Onu da sən özün həll edərsən, mən bilmirəm. Elə bilər ki, onun yuvası mənim yerimdir ya. Yox cırtdan, o pişik həmişə mənim yanımda yatır. Mənim pişiyimdir o. Qoyma gəlsin. Yox, gəlməz. Hə cırtdan, bilirsən nə danışırdım uşaqlarla? Nə? Deyirdim ki, sənin nənən də yəqin ki, bu işi görür də, bayramdan əvvəl qəşəng təmizlik eləyirlər, Hə, evi səliqəyə salırlar, həyət bacanı süpürürlər. Çiçək bacı, Bəli. bilirsən mənə nə qədər işlədib nənəm? Məni, deməli, xalça çırpdım. Aha. Bilirsən də, xalça çırpan çubuq uzun olur axı. Mən də boyum balaca. Çox. Mən elə onu vurmaq istəyirdim xalçaya, özüm qarışıq xalçaya dəyirdim. Sonra nənəm gəlirdi, məni xalçadan çıxardırdı. Sonra şüşə silmək istəyirdim. Dedim, nənəmə kömək eləyim də. Pəncərəni silmək istəyirdim. Pəncərədən yumarlandım, düşdüm yerə qoğal kimi. Ay cırtdan. Sonra nənəm dedi ki, yaxşı abala. hündür deyildi, hə? Yo, hündür Hazırladın. deyil. Uşaqlar, siz deməli pəncərə silmək nənəm tapşırıb ki, uşaqların işi deyil. Deyil, bəli. Təhlükəlidir. Onu Yəqin ancaq cırtdan ona böyüklər görə eləməli. eləyib də. Cırtdan ona görə eləyib ki, balaca olub. Yəni təhlükəli olmayıb. Bizdə balacaydı. Elə bir damcı düşdüm yerə, nənəm elə əlini uzatdı, məni qaldırdı göyə. Ay cırtdan. Sonra süpürgə məndən böyükdür axı. Evimizdə süpürmək istəyirdim. Elə süpürgə qarışıq gedirdim. Tozun içində qarışmışdım. Bir də gördüm ki, nənəm xəçəndazla yığıb məni.
Nənəmə dedim, ay nənə. Nənə qalmışam zibillərin içində. Nənəm dedi, abala, səndən mənə kömək eləyən olmaz. Get sən oyunu oyna. Getdim sonra oyunumu oynadım. Ay cırtdan, nə maraqlı. Yaxşı əhvalatlar olub, macəraların olub mən. Hə. Bacıdan bir söz də deyim sənə. Hə. Həqiqətən də bax nənələrimizə kömək eləməyimiz çox gözəl bir şeydir. İstəmirsən də kömək eləyəsən. Hə, Çiçək bacı, mən sevirəm nənəmə bayramda və yaxud da başqa günlərdə kömək eləyim. Həqiqətən zət, hə. Ondan sonra deyirəm ki, Çiçək bacı, deyirəm ki, mənə maraqlıdır, sən kömək eləmisən heç ana va nənə. Bəs də saçımdan oyna. Uşaqlar, sizə demişdim ha, çox maraqlıdır tapmaca. Hə. Fikirləşirsiniz? Əhsən sizə. Bir də tapmacanı təkrar eləyək. Saqqalı uzun sallanar, dağa daşa dırmanar. Bu bir heyvandır. Hə. Buynuzları da var. Bəli, dağa daşa dırmanır. Növləri də var, balacası da var, yekəsi də var. Hə, tapdınız. Tez göndərin, tez olun. Hə cırtdan, xoşuma gəldi. Ay Çiçək bacı, deyirəm ki, o qədər xoşuma gəldi papaq atmaq. Demək olar ki, çalışacağam mən hər gün ilin 360 neçə günü idi? 365 günü. Hə, 365 günü papaq ataram. Cırtdan. Bir gündə atarsan görərsən yoxdur papağın. Elə də olur. Bəs o, cırtdan təsəvvürlə bu adət Novruza aiddir. Sən bunu başqa vaxt, başqa yerdə atsan, elə biləcək papaqdır da kiminsə götürdülər, atdılar, nə bilim neylədilər. Yox, elə eləmərəm. Hə, yaxşı. Bayramdan bayrama ancaq bayram ataram. ərəfəsi, bəli. Hə, bayramdan bayrama ataram, qurtardı da day. Yox, papaq apararlar sonra mənim cırtdanın papağı. Nə olar? Ay Çiçək bacı. Bəli, özdəki bu papağı o qədər sevirsənsən, mən sənin papaqsız təsəvvür edə bilmirəm, yəni. Arada düz listi olur, çıxartıb qoyursan, amma yəni İndi kənara qoyuram da Çiçək bacı, başqa yerə aparmıram ki. Kənara qoyuram, yanımla gəzdirirəm. Amma kənara qoyuram. Bax, ona görə də cırtdan hər vaxtın öz adəti var. Məsələn, biz əgər bir adəti başqa vaxt eləsək, bəli, başqaları səhv başa düşə bilərlər. Yəni, bunu hamı bilir ki, məsələn, sən götürsən bayram vaxtı atsan, biləcəklər ki, hə, bu bayram üçün atıb. Amma başqa vaxtın deyəcək, bu nədir? Bu kimin papağıdır? Götürüb atacaqlar. Ona görə də uşaqlar, bayramın adətlərini bayram vaxtı eləmək lazımdır. Bir də bayramın bir qəşəng adəti də var da. Bilirsən, cırtdan? Nə? Biz belə ki, bir-birinin evinə qonaq gedirik, insanların halından, əhvalından, vəziyyətindən xəbərdar oluruq. Bəzən görürük də, məsələn, süfrəsi yaxşı olmur, süfrəsi belə görürsünüz ki, yaxşı süfrə aça bilmir. Onda başa düşürük ki, bu insanın nəsə ehtiyacı var. Ay Çiçək bacı, bilirsən mən neynədim? İndi papaq atmışdım da mən, gördüm ki, bir evə papaq atdım, gördüm içinə heç nə qoymadı. Olmadı da, yəqin ki, olmayıb. Mən də öz aramızda qalsın ha. Mən də o yığmışdım da torbama. İçinə qəşəng meyvəsindən, şirniyyatından, indi qoz, fındıq, çərəz, hamısını qəşəng yığdım, qaytardım həmin evə. Dedim ki, bunu siz götürün. Əhsən sənə cırtdan, görsünüz. Bax, bu da bizim adətlərimizdəndir ya. Bunu yaddan çıxartmayın. Verdim ki, onlar da yesinlər də. Bəli, əhsən sənə. Nənəm bişirib, mən həm də elə marağa gedirəm də, oyun oynamaq üçün gedirəm, qapı döyürəm. Amma belə onların gördüm ki, ehtiyacı var. Verdim, gəldim. Əhsən sənə. Uşaqlar, baxın. Təşəkkür edirəm. Bayram haqqında nə fikirləriniz varsa, nə adətlərdən xəbəriniz varsa, hansı fikirləriniz varsa, nə edəcəksiniz uşaqlar? Aşağıda gördüyünüz nömrələrə yazacaqsınız. Yazın görək bayramı necə keçirdirsiniz, nə cür olur sizdə, adətləriniz necədir? Bizə də maraqlıdır da, bilmədiyimizi öyrənərik. Bəli. Ona görə bunu bizə mütləq yazın. Şəkilləriniz, videolarınız nə olsa bizə göndərin. Mütləq. Bir də bu nömrələrə müsabiqə və tapmaca üçün müraciət edəcəksiniz. Zırtdan. Sağollaşma vaxtıdır. Uşaqlar, gedin bayramı qeyd eləyin, biz də burada qeyd eləyək. Sağ olun uşaqlar, salamat qalın. Novruz, bahar, ay bahar. Güllər, nübarı, ay nübarı.